I work yoxsa I am working? Əgər sən də danışarkən bu iki zaman arasında tərəddüd edirsənsə, bu videonu sona qədər izlə və kanalıma abunə ol ki, hər yeni videodan vaxtında xəbərdar olasan. İndi isə keçək əsas mövzumuza. Present simple adətən periodik olaraq təkrarlanan hərəkətlər, vərdişlər, elmi faktlar üçün istifadə olunur. Bu zamanın düzəlməsi çox sadədir. Üçüncü şəxsin təkində, yəni he, she, it əvəzliklərində feilin sonuna s şəkilçisi artırılır. Qalan şəxslər üçün isə feil olduğu kimi qalır. Məsələn, I work, he works, she works və s. Gəlin əlavə bir neçə nümunələrlə də tanış olaq. I go to work every day. Mən hər gün işə gedirəm. Yəni, mənim işə getməyim periodik olaraq hər gün təkrarlanan bir hərəkətdir. He brushes his teeth twice a day. O dişlərini gündə 2 dəfə fırçalayır. Yəni, onun dişlərini fırçalaması periodik olaraq təkrarlanan bir hərəkətdir və bir vərdişdir. The sun rises in the east. Günəş şərqdən çıxır. Günəşin şərqdən çıxması elmi bir faktdır və buna görə də həmişə indiki sadə zamanda işlədilir. Burada qayda belədir. Bu hərəkət həmişə baş verir. İndi isə gəlin present continuous zamanı ilə yaxından tanış olaq. Bu zaman hal-hazırda danışıq anında baş verən hərəkətlər üçün istifadə olunur. Bu zaman forması am, is, are, daha sonra feil və feilin sonuna ing artırmaqla düzəlir. Məsələn, I am working, you are working, he is working, she is working və s. Bu iki zamanı daha yaxşı fərqləndirmək üçün gəlin bir neçə nümunəyə baxaq. Əgər mən I work deyirəmsə, bu deməkdir ki, mən ümumiyyətlə işləyirəm, bu mənim vərdişimdir. Yox, əgər mən I am working deyirəmsə, bu deməkdir ki, mən hal-hazırda danışıq anında işləyirəm. Gəlin telefon danışığında olan bir dialoqa nəzər yetirək. Can you talk? No, I am working right now. Danışa bilirsən? Xeyr, mən indi hal-hazırda işləyirəm. Yəni, bu deməkdir ki, mənim işləməyim hal-hazırda danışıq anında baş verir və bu müvəqqəti bir xarakter daşıyır. Əgər mən desəm ki, I work in a bank, mən bankda işləyirəm, bu ümumi məlumat xarakteri daşıyan bir cümlədir və buna görə də indiki sadə zamanda istifadə olunur. Amma I work in a bank cümləsi ümumi məlumat xarakteri daşıyır. Yəni, ola bilər ki, mən hal-hazırda bankda deyiləm, amma ümumiyyətlə mənim işim bankdadır. Mən bankda işləyirəm. Əgər ümumiləşdirsək, present simple vərdişlər, periodik olaraq təkrarlanan hərəkətlər, elmi faktlar üçün istifadə olunur. Present continuous isə hal-hazırda danışıq anında və müvəqqəti olan hərəkətlər üçün istifadə olunur. Videonu bura qədər izləyənlərdən bir xahişim olacaq. Ekranda gördüyünüz bu cümlədəki boşluğa sizcə hansı söz uyğundur? Fikirlərinizi rəy bölməsində yazsanız çox sevinərəm. İnanıram ki, bugünkü mövzu hər biriniz üçün faydalı oldu. Videonu bəyəndinizsə, bəyənib şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.